mövcud qanunvericiliyə əsasən çoxuşaqlı ailələrdə analar 59 yaşında, əgər bu hüquqdan atalar istifadə edirsə, o zaman 60 yaşında pensiya çıxmaq imkanına malikdirlər və bu baxımdan da onların artıq 5 il müddətində, güzəşt müddətində pensiyaları dövlət büdcəsinin hesabına ödəniləcək. Yəni, bu demək ki, əgər çoxuşaqlı ailədə ana 59 yaşında pensiya çıxırsa və onun artıq növbəti 5 il ərzində onun güzəşt müddətidir. Çünki qanunvericiliyə əsasən normal şərtlərlə vətəndaşlarımız qadınlar üçün 64, kişilər üçün 65 yaşında pensiya çıxırlar və həmin 5 il müddəti dövlət büdcəsi hesabına maliyyələşdirilir.